Yerdəki bülbül yatıb. Harda yatıb? Orada. Kolluqda? Hə, yaxşı. Biz kömək eləyək də, hə. Sonra nə oldu? Sonra uçdu getdi. Necə kəstirmədən danış. Niyə uçdu getdi? Şah buraxdı, yoxsa özü uçdu getdi o? Şah buraxdı. Şah niyə buraxdı ki onu? Gül kimi saxlamışdı da qızıl qəfəsdə. Niyə buraxmışdı səncə? Niyə? Çünki yatmışdı. Quş yatmışdı. Yatdığına görə buraxdı onu. Yaxşı. İndi bunu burada saxlayaq. İzahım vermirəm, yoldaşlarımız gəlsin, sonra əyləş balam. Buyur. Quşun adı nə idi? Bülbül. Rıza. Hə. Aha. Niyə çıxartdı görəsən? Gül kimi qalmışdı da elə qızıl qəfəsə şahın yanında. Necə? Kim narahat olurdu? Ay, sağ ol. Bülbül narahat olurdu, yəni nə edirdi? Narahat olub nə edirdi? Darıxırdı demək istəyirsən, hə? Sonra nə davam eləmək istəyirsən? Sonra mahnı oxadı. Harda oxadı? Harda oxudu? Bülbül harda oxudu? Hara getdi bülbül qəfəsdən çıxan kimi? Yəni özünün yuvasına, evinə, vətəninə getdi. Yaxşı, əlavələr var. Buyur Məhəmməd əli, başdan başla. Düz oturuzaq. Şah var idi. Aha. Şah bir quş qəfəsə salmış idi. Quş sığırdı və vətəninə gəlmək istəyirdi. Ay, sağ ol. Ona görə də nə edirdi? Ay, Məhəmməd əli quş. Necə mahnı oxuyurdu orada uşaqlar? Necə nəğmə oxuyurdu? Biz orada söz boğçasında sözlərimiz var bizə kömək eləmək üçün. Görün nə qədər söz var. Sizcə şahın qəfəsində bülbül qəmgin mahnı oxuyar, yoxsa şən mahnılar oxuyar? Şən? Hansıdan oxuyar Məhəmməd əli? Şən yoxsa qəmgin? Niyə şən oxusun ki, ay uşaqlar? Bülbül onu öz vətənin, şah ol bülbülü öz vətənindən götürüb gətirib, salıb bir dənə dar qəfəsə. O orada şən mahnı oxuya bilər. Təbii ki, qəmgin olar, darıxar. Düz oturun. Şəmsi, sən niyə düz oturmursan? Şəmsi, düz otur. Yaxşı Məhəmməd əli, əyləşsən, davamlı sürəyə gəlsən. Görüm sürəyə necə davam eləyər. Gəl təzə labub ayaqqablarından, gəl görək hələ. Gəl görək, sürəyanın ayaqqablarına diqqət. Hə, buyur qızım. Əlini çəkə. Aha. Biri var idi, biri yox idi. Bir şah var idi. Bülbül tutub gətirmişdi. Hara gətirmişdi? Hara gətirmişdi? Yox, gülmürük. Dərsimiz danışırıq. Hə. Şah bülbülü hara gətirmişdi? Özünün sarayına gətirmişdi, düzdürmü? Sonra nə olmuşdu sarayda? Yatmışdı. Yatmamışdı. Qəfəsdən nə edirdi? Qəfəsdən şah qəfəsi açdı, düz ağacın üstünə uçdu, vaxtı söyləyir. Yaxşı qızım, yaxşı olsun. Bu da bizim ilk cəhdimizdir. İnşallah davamlı olar. Keç, əyləş qızım, utanma, gül. Buyur. Biri var idi, biri yox idi. Yaxşı, gələrsən Bir bundan dənə sonra. şah var idi. Deməsi danışacaqsan. Hə. Saraya bir dənə quş gətirmişdi. Quşun adı nə idi? Bülbül. Aha. Sonra şah onu çıxartdı. Niyə çıxartdı? Durduq yerə çıxartdı. Nəyə görə çıxartdı onu oradan, səncə? Nə baş verdi ki, onu çıxartdı oradan? Rızanın cəhizləri töküldü, ay Rıza. Deyirəm, həmişə o stulun arxasına keçirdin də onu bala. Birini keçid, bir qulpun keçid, bir qulpun. Ora asmışdın. Ora ki, aç, sonra bir qulpun da keçid stulun arxasına. Hə, Mahmudov, niyə buraxmışdı balam? Yaxşı, indi mənə maraqlıdır ki, Altay instansı. Altay, gəlsən də, Altaydan sonra mətn qurmaq işində artıq peşəkar olmuşlara verəcək işi. Altay, buyur. Biri var idi, biri yox idi. Şah bülbülü tutdu. Düzdür. Qəfəsə. Qəfəsə qoymuşdu. Aha. Sonra çatmışdı. Qoymuşdu, çıxartmışdı. Hə, da niyə qoyurdu onu çıxardacaqsa əgər oradan? Niyə çıxartmışdı ki, Altay? Səncə niyə çıxardı oradan? Yox, yerdən danışmır. Niyə çıxartmışdı? Kim gəlmişdi? Baba.
Yaxşı, Altay əyləş. İndi mən istəyirəm ki, gəlsin Abbasov danışsın. Sən dərbi qaldırmışdın. Gəl balam, gəl. Gözlə Abbasov, bir dənə sən gözlə ağıllı balam. Əli Hüseyin əlini qaldırıb, Əli Hüseyin gəlsin. Nədir qızım? Yaxşı. Biri var idi, biri yoxdu. Bir uşaq var idi. Aha, geniş başlamışıq, genişləndirmişik. Uşaq quş tutmuşdu, quşu da qəbsə salmışdı. Gördü ki, sıxılır. Sıxılır, hə. Sıxılır deyə necə mahnı oxuyardı səncə? Sıxılan quş necə oxuyar? Şən mahnı oxuyar. Necə oxuyar? Qəm. Qəmgin. Ay, sağ ol. Qəmgin mahnılar oxumağa başlayır. Sonra nə baş verir? Ondan sonra gedib ağacın üstündə mahnı oxuyur. Yəni harda? Öz vətəninə gedəndə artıq oxuyur. Başqa əlavən var? Əyləş balam, olsun. Bu ikinci cəhdimizdir. Üçüncüdə inşallah ki, peşəkar olacaq. Abbasov, gəlsən. Sən də, yaxşı. Buyur. Bir vardı, bir şah vardı. Şah bülbül görüb onu qızıl qəfəsin içinə salmış. Aferin, detallarımız var yenə. Sonra? Bülbül sıxılmış idi. Şah bülbülün sıxıldığını görəndə Yerdən tanış. bıraxdı. Aferin. Bülbül uçub getdi çolların yanına. Orada vətən mahnısı oxudu. Aferin. Hətta deyir ki, vətən ma. Əla, əla. Zeynətkə görüm qızım. Nədir o ayrısı? Nədir bu? Aferin. Yaxşı. Buyur qızım. Qızım, bantımız alın, saçımız dağ bantımız yoxdur. Biri var, uşaqla quş var. Uşaq quşu tutmaq istəyir. Uşaq quşu tutacaq başqasının çarəsində onlar bura. Bunlara da adamları götürüb bura. Bura yəni hara? Şahın sarayına. Sonra təpəsə sarır, gördü ki, quş istidən orada ölmək istəyirdi. İstidən? Sonra bunu bara taraxıb vətəninin yanına yollamışdı. Yaxşı, əyləş. İndi mən hələ ki, Abbasov Hüseyin sırf bizim mövzumuzu, mətnimizi, həm də məzmunumuzu nəql edib. İndi digər yoldaşlarımız da ən azından öz fikirlərimizlə bölüşürlər. Gəl görün bana. Sonra axıra siz gələcəksiniz. Buyur qızım. Biri var imiş, biri yoxmuş. Bir şah var imiş. Şah tırdan bir quş tutmuşdu. Quşun adını istədi ki, bülbül qoysun. Neçə gündən sonra qaldığından sonra bülbül tabi sıxılıb çölə çıxmışdı. Özü çıxmışdı qızım quş. Ay, yaxşı, mətni dəyişsən, yaxşı, buyur. Sonra? Sonra orada yaşarlı mahnılar okumuşdu. Biraz geçenden sonra şahın evine gitti, istiləşdi. Akşam olandan sonra öz ailəsinin evine gitti. Şahında yatmışdı. Qızım, sən çox qəşəng nağıl qurdun, həqiqətən çox gözəldir. Amma bizim mövzumuza aid deyildi o. Bu Banunun nağılı idi, yəni. Bizim dəstəmizdə nağıl yox, Banunun nağılı, amma qəşəng idi. Təəssüf ki, bizim mövzumuzla əlaqəli deyildi. Tam olsun yenə də, əyləş. Yusif gəlsin. İç balam. Əbra. İndi Yusifi dinləyirik. Biri var idi, biri yox idi. Bir şah var idi. Şah bülbülü tutmuşdu. Qıza qəfə salmışdı. Bülbül sıxıb, mahnı oxudu. Bəlkə mahnı Ay, sağ ol. Şah bezdi, sonra bülbülü qıza qəfəslər çıxartdı. Bülbül öz vətənində, vətən mahnısını oxudu. Aferin. Məryəm, sən də gəl qızım. Sən də istəsən. Yaxşı, Məryəm, buyur. Biri var idi, biri yox idi. Bir şah var idi. Ha? O bülbül tutmuşdu. Bir Bülbülü sizcə niyə tutur ki, şah? Bülbül niyə tutur şahsın? Bəli, görür ki, bülbül çox gözəl şən mahnılar oxuyur. O da bülbülü gətirir ki, neynəsin? Onun sarayında da bu cür şən mahnılar oxusun. Amma nə olur qızım sonra? qəfəsdə oxudu. Niyə oxumur? Sıxılır. Sıxılır və neyniyir? Sıxılır. Öz vətən. Öz vətənində qalır. Şah görəndə o qəfəsini açır. O da uçub gedir. Orada keçib vətənə gedib şən mahnıları oxuyur. Ay, sağ ol. Öz vətənə gedib şən mahnılar oxuyur. Əyləş, Rıza, sən gəl gör.
Hə, gündəliyi ver, sonra mən qiymətlə. Buyursan. Şah Ne? tutmuşdu. Sonra onu qəfəsə saldı. Sonra gördü ki, şamlarlar axırdı, bülbül. Bunu getirdi, qəfəsin içinə qoydu. Burada da oxusundu. Ay, sağ ol, amma nə olur? Orada oxumasın. Onun üçün burada sıxılır. Sonra şah onun qəfəsini açandan sonra o uçub gedir. Tezdən nerede şamlarlar oxuyor. Afərin. Uşaqlar, biz buradan əyləşağlı balam. Biz buradan hansı nəticəyə gəldik? Nə nəticəyə gəldik? Bu kiçik belə şəkil üzrə danışdığımız mətn. Dünənki şah və bağbana əsasən bu mətndə elə onun kimidir. Nə nəticəyə gəldik buradan? Bunu bizim üçün biz buradan hansı nəticəni çıxardaq deyə bunu bizə veriblər. Nə nəticəni çıxartdıq özümüzə? Vətən üçün darıxırdı. Vətən üçün darıxırdı. Sonra əlavə Dünən nə deyirdik biz? Dünən biz nə deyirdik? Deyirdik ki, şah və bağban mətnində bağban öz vətəni, daşlı qumlu ərazi də olsa, necə olur olsun, onu öz halına sevib qəbul edirdi. Həmçinin bülbül də. Bəli, demək olar ki, buradan eyni ideyanı çıxardırıq biz. Bülbül də qızıl qəfəsdə şahın sarayında olmağına rəğmən qəmgin olur. Niyə? Özünün kolluğu onun nə idi? O kolluq onun nə idi? Bəli, vətəni də öz vətəni üçün darıxır. Fikrinizi tamamlayın. Dərsdə fikriniz məndə olsun. Altay.